Gözəl xanımlar, bu maska sizin dərinizdəki ölü hüceyrələri təmizləyəcək, peeling edəcəkdir. Bunun üçün noxudu qaynadırıq, amma bu maskada bizə noxudun özü yox, suyu lazımdır. Bir qaba bir xörək qaşığı yulaf yarmasından tökürük, üzərinə 2 xörək qaşığı noxud suyundan əlavə edirik. Və çalışırıq ki, yulaf tam həll olsun, əzilsin. Əzdikdən sonra üzərinə bir damcı Y vitamini yağından, bir damcı da A vitamini yağından əlavə edirik. Maskanı təmizlənmiş üz dərisinə çəkmək lazımdır. 20 dəqiqə saxladıktan sonra durulayın və mütləq nəmləndirici krem istifadə edin. Bu maska dərini çox gözəl təmizləyir, cavanlaşdırır, qırışları açır. Xanımlar, bir şey də qeyd etmək istəyirəm ki, noxud suyunun faydaları çoxdur. Bunu bir tonik kimi səhər və axşam təmiz üz dərisinə tətbiq etmək lazımdır.